Prezident İlham Əliyev və xanımı Bakı 2015 1-ci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Tofiq Bəhramov adına Respublika stadionuna gəldilər. Gənclər və İdman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlət başçısına məlumat verdi. Qeyd edək ki, Bakı 2015 ilk Avropa oyunları zamanı bu stadionda keçiriləcək kamandan ox atma yarışları iyunun 12-sindən başlayır. Yarışlarda 39 ölkədən 64 qadın və 64 kişi olmaqla ümumilikdə 128 idmançı iştirak edəcək. İyunun 16-sı təsnifat, iyunun 17-si 22-sində isə yarışma günlərinin olacağı nəzərdə tutulub. Prezident İlham Əliyev və ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva stadionun sxemi ilə tanış oldular. Oyunlar zamanı idmançılar, media işçiləri və Avropa ailəsi üçün ayrıca xüsusi istirahət otaqları, müsahiblər üçün xüsusi intervyu zonası ayrılıb. Məşq meydanında idmançılar üçün 22 hədəf təyin olunub. Bir hədəf maksimum 3 idmançı üçün nəzərdə tutulub. Yarış meydanı üçün isə 2 hədəf təyin edilib. Hədəfli idmançı arasında məsafə 70 metrdir. Hədəfin diametri 122 sm təşkil edir. Kamandan ox atma yarışı Olimpiya oyunları arasında fiziki məhdudiyyətli şəxslər də daxil olmaqla hər kəsə eyni imkanlar verən yeganə oyundur. Yarışlara gələn tamaşaçılar üçün burada xüsusi tibb məntəqəsi də fəaliyyət göstərəcək. Burada çalışanlar üçün rahat iş mühiti yaratmaq məqsədi ilə xüsusi fasilə və istirahət otaqları ayrılıb. Avropanın məşhur ox atan idmançıları 7 yarış günü müddətində Tofiq Bəhramov stadionunda qabiliyyət uğrunda mübarizə aparacaqlar. Avropa oyunlarında yarışlar fərdi və qrup halında, eyni zamanda qarşı qrup şəklində Olimpiya oyunları formatında keçiriləcək. Ümumilikdə 5 medal təqdim olunacaq. Kamandan ox atma yarışları həmçinin 2016-cı il Rio Yay Olimpiya seçmə yarışları üçün yüksək xallar uğrunda mübarizəyə imkan yaradacaq.